Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu 2-ci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib. Aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq, bazarda bəzi nöqsanlar yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması məqsədi ilə bazar sahibinə icrası məcburi göstərişlər verilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilir. Bu risklərin qarşısının alınması məqsədi ilə Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişinin imzaladığı müvafiq qərara əsasən 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Dilbər Vüqar qızı, Bölgə TV.